İndiki valideynlər iki evlada cavab verə bilmirlər. İki evladı bəlkə də tərbiyə eləyə bilmirlər. Siz onun qolu qanadısınız. Sizi görür, sizinlə fəxr eləyirsə, bu adamın bir illik ömrü artır. Allah sizi də sağ eləsin, atanızı da sağ eləsin. Siz atanıza, atanız da sizə rəhbər olsun. Siz də atanıza dayaq olun. Yaşlı adamlar həmişə ağsaqqal sözünə gənclərin ehtiyacı olur. Ağsaqqallarla görüşmək, ağsaqqalların məsləhətini eşitmək gənclərin gələcəyi üçün ən gözəl nümunədir. Mən səhər-səhər radionu açıram mənim. Deyir, 1941-ci il dekabr ayının 2-sində səhv eləmirəmsə 35 minlik başda Paulus olmaqla Alman ordusu Moskva ətrafında mühasirəyə düşdü. Yəni bunu hazırlayan insanlar, bunların vətənpərvərliyi, bunların görün qorxmazlığı, cəsurluğu, bu nə deyir? Təkcə Azərbaycandan bizim 130-dan artıq qəhrəmanlarımız var. Gəldik özümüzün rayonumuza, özümüzün kəndimizə. Baxın, biz sizin oturduğunuz, bax bu ocaq, bu yurt Fransa Milli Müqavimət Hərəkatının qəhrəmanı Əhmədə Cəbrailovun yurdudur. Onun oğlu Mikail Cəbrailov Azərbaycan milli qəhrəmanıdır. Qarabağda gedən döyüşlərdə şücaət göstərib. Neçə şəhidlərimiz var bu gündə? Mikail çox gözəl atıcı idi, idmançı idi, fədakar idi. Yəni o hər bir vətən oğlu üçün, hər bir vətənin bir qarış torpağı üçün öz canını heç vaxt əsirgəməzdi. Demək, taxıl ehtiyatını görmək üçün başqa kəndə gedən zaman yolda bu hadisələr baş verir. Çəmənli kəndindən, Kösalar kəndindən gedən zaman orada maşına hücum çəkir. Yəni o maşında olan 15-20 nəfər kim olubsa Kuzada, onların getməsinə şərait yaratmışdır. Özü maşından atılıb, yerə düşüb və onlarla, ermənilərlə vuruşmuşdur ki, bunlar sağ-salamat yeyib çata bilsin. Onlar gedəndən sonra ayrı adamlar da gəl gördülər ki, artıq o vuruşa-vuruşa öz canını təhvil vermişdir. O 15 nəfərin canını qurtarmışdır. Səni inandırım ki, daimi gör, bax, elə bildim ki, daimin üçü də gəldi. Elə, həm seviş gəldi, həm də kədərləndim də, gözümdən yaş gəldi.